leksik mənası olmasa da, tərkibdə cümlə formalaşdıra bilən nitq hissəsinə aid sözün işləndiyi cümlələri müəyyən edin. Demək ki, köməkçi nitq hissəsini tapırıq və o köməkçi nitq hissəsi ki, həm də ayrıqda cümlə formalaşdıra bilsin. Deməli, bizdən nəyi soruşur? Söz cümlələr. Bizdən soruşur söz cümlələr. Bəs söz cümlələri nə formalaşdıra bilir? Söz cümlələri formalaşdırır ədat, məsələn, hə, yox, bəli, xeyr, modal sözlər, bir də nidalar. Deməli, bizdən bu nitq hissələrinin işləndiyi ifadələri soruşur. Danışdıqlarının hamısı sənin və qardaşının gələcəyi üçündür. Burada üçün qoşulması var, bir də və bağlayıcısı var. Bunlar söz cümlə formalaşdıra bilmir. Doğrusu modal sözdür və modal söz cümlə formalaşdıra bilir. Burada modal sözə aid bir söz var, doğrusu. Deməli, 1-2-dir. Əhsən nidadır və nida da söz cümlə formalaşdıra bilir. 1-3-dür. Halbuki mən də maşında gəzə bilərdim. Halbuki bağlayıcı da bağlayıcı söz cümlə formalaşdıra bilmir. O çox qoca idi. Çox ədatdır, çünki sifətin qarşısında gəlib və çox ədatı da söz cümlə formalaşdıra bilir. Doğru cavab olur 2, 3, 5. Maraqlı məqam burada odur ki, deyir formalaşdıra bilən nitq hissəsinə aid sözün. Demir bizdən köməkçi nitq hissəsi olmasa da ayrıqda cümlə formalaşdıra bilir. Məsələn, burada əhsən ayrıqda özü də cümlə formalaşdıra bilir. Çox da ayrıqda cümlə formalaşdıra bilir. Məsələn, doğrusu formalaşdıra bilərmi? Bu yoldaşlarımızı çaşdıra bilir. Məsələn, formalaşdırmır cümlə ayrılıqda, amma modal söz olduğuna görə başqa bir modal sözlər də söz cümlə formalaşdıra bilir. Deməli, doğru cavab 2, 3, 5.